acılığı yaşayın. Yaşayın. O sizi öldürmürsə, o sizi yıxmırsa, ürəyinizi bulandırıb başınızı gicəlləndirmirsə, bəhbəh xətrinə acılığı öldürməyin. O acılıq qəşəng acılıqdır. Onu yaşayın. Bir 3 saat, 4 saat, 5 saat qoyun biraz qarnınızla, mədənizlə söhbət edin. Oradan bir qurqur səsləri gəlsin. Sizə bir söhbət edin, onunla danışın. O 2 saatı, 3 saatı mədənizlə təhqiqdə keçirdin. Mədənizə əlavə qida əlavə etməyin. Bu çox gözəl bir şey olacaq. Həm insulininizin normallaşmasında, həm hüceyrələrin insulinə qarşı olan həssaslığının bərpa edilməsində, həm qan şəkərinizin nizamlanmasında, həm də bədən piylərinin əsas enerji mənbəyi kimi istifadəsində şərait yaradacaq. Ona görə də acılıq o qədər də pis bir şey deyil. Acılıq o deməkdir ki, ay qardaş, acam. Mən acam da, mən acmışam. Mənim hal-hazırda enerjiyə ehtiyacım var. Amma sənin orqanizmində Mingəçeviri işıqla təmin edəcək qədər onsuz da enerji var. Amma o yenə də qoy orada qalsın, get yemək ye. Ondan söhbət eləyib, xahiş edirəm, Mingəçeviri işıqlandırmaq yerinə o enerjidən yavaş-yavaş götürüb mənim ümumiyyətlə bədən fəaliyyətimi təmin elə. Biraz da ac qalaq. Mingəçeviri işıqlandırmağa ehtiyac yoxdur. O qədər enerjini bədənimizdə saxlamayaq deyə bilərik. Söhbət edə bilərik və o acılığın sonunda pozitiv nələrsə də olar.